Ya Allah, salam hörmətli izləyicilər. Bu sal yenə nə tapmışıq? Jackpot, əlim yandı. Dostlar, bu gördüyünüz ev sizlər üçün hədiyyə. Burada torpağın sotu neçəyədir? 40.000, 35.000, ən zəif nöqtə. 18 sotun içində dostlar, torpağının dəyərindən ucuz qiymətə satılan 5 mərtəbə. Möhtəşəm villa. Bir dənə dənizdən panorama götürək, qalxaq inşallah, sonra düşüb çəkərik. Bəli, stop bəli. ilə. Elə bir ərazidədir ki, bir dənə ətrafı çək qardaş, töy buzovuna sanki ayağının altındadır. Bir dənə qoy götür. Dostlar, töy buzovuna sanki ayağının altında. Çox heyif ki, bu günləri hava tutqunludur. Bax, gördüyünüz Xəzər dənizi. Qiymətimiz Qiymət də ki, ideal. Bir halda 590.000 ki, manat. torpağının dəyərindən ucuz qiymətə satır. Qardaş, bağa bax da, həqiqətən adam bağa baxdıqca doymaq olmur da. Düzdür öyle Ruslan? Vallahi düzdür. Tək elə bunun ağlayına 3-400 min manat pul xərcləyib. İnanın ki, dostlar. Ev üstündə hədiyyədir. Bisetkası. Bir halda ki, 18 sotun içindədir. Qardaş, çölünü də götür. Hətta dostlar, bir dənə çölünə də vur qardaş. Arxasında. Hamısı belə ağlayla istifadə olunub, özü də bahalı. Bir neçə il öncə tikilib. Sadəcə buna bir dənə ola bilər şilfovkaya ehtiyac olar. Yəni olsa ev parıldayar. Bu gördüyünüz ağlaylar bir dənə şilfovka lazımdır. Baseni də var, indi onu da göstərək. Hə, gəl qardaş, gəl. Demək, mərtəbələrə qalxmaq buradan da var, birinci mərtəbədən də var. Yəni əsl imarətgahdır. Burada belə bir dənə otağı da var, köməkçi. Bu yanda belə götür qardaş, geniş 18 sotun içində. Buzovnanın ən bahalı bir ərazisində, Mərdəkan körpüsünə gedən yolun üstündə. Həqiqətən buranı götür. Gəldik gözəlliyə. Həqiqətən baxın, görün nə cür böyük şəkildə evin içərisində baseni. Burada sanitar qovşağı. Hə, dostlar, demək sanitar qovşağı ayrı-ayrılıqda. Burada Rus banyosu var. Parnoydur, bəli. Parnoy var, qapı bağlıdır. Buradan çıxırsınız qaraja. 2-3 maşınlıq burada yeri var. Bir dənə daxil ol qardaş bura. Parketin sən bağlığına fikir ver. Buradan da qapıya parketdən başlayaq ki, gör nə cür parket, nə cür sadəcə sil süpür, biraz təmizliyə ehtiyac var. Bir də buradan da balkona çıxışımız var. Geniş belə hol. Burada hər halda qonaq otağı nəzərdə tutulub. Kombi sisteminə qədər, işıq sisteminə qədər hamısı çəkilib. Sadəcə remont, köhnə remont. İndi təzələməyə ehtiyac var. Buradan da balkona çıxış var. Burada mətbəxdir. Burada belə geniş yataq otağı var. Yəni içində girin ağzında. Otaqların sayı hesabı yoxdur maşallah. Sanitar qovşaqları ayrı-ayrılıqdadır. Hə, buranı da çəkdik. Bu bizim oldu ikinci mərtəbəmiz. Dostlar, bir dənə bu qabağı belə götür. Buradan da balkona çıxışımız var. Bir də nəyə qeyd edeyim qardaş? Üçüncü mərtəbədəyik. Şunuru təsəvvür elə. Bax, qatlamaq olmur. Bir dənə yax, vallahi zülmlə qatlanır. Təsəvvür elə. O qədər keyfiyyət var. Hamısı monolitdir, kolonlardır. Yəni bura çox vəsait xərcləyib ev sahibi. Pəncərələri hamısı bahalıdır. Buranı da göstər. Bu da yataq otağı, balkona çıxışımız var. Ev çox əzəmətlidir. Vallahi çox əzəmətli evdir. Qiymət də həqiqətən 590 min. 590 min. Torpağın pulundan aşağı. Burada torpaq 35-40 mindir da. Bunu hamı bilir. Sanitar qovşaqları yenə ayrı-ayrılıqda. Eynən yataq otağı. Hə, bu da yataq otağı. Buradan da balkona çıxış var. Dördüncü mərtəbənin üzə çəkirik. Bu da Dostlar, bunun bu da mansarı. bizim mansarımız. Eynən mansarda da qardaş, burada da geniş otaqdır. Hə, orada da geniş otaqdır. Hə, Göstər bitmək bilmir. Göstərməklə bitməz. Əsl villadır. Qardaş, bunu tikməyə elə bir 5-600 min pul lazımdır, elə bu vəziyyətə gətirməyə. Aç balkonu bir də qoy görsünlər gözəlliyi. Bir dənə də dənizə baxın. Yoldan da paşdı, yəni yolu da birinci, ikinci də deyil ki, yolun səsi gəlir. 100 metr məsafəsi. Olar məsafəmiz. Haçar bizdədir. Kim istəsə təcili bizimlə əlaqə saxlasın. Sahibi xarici ölkədə yaşayır. Haçarını bütün səlahiyyətlər verib ki, bizə satın. Bizə xəbər eləyin.
Bu cür panoraması görürsünüz. İdeal, Bütün buzovna ayağın altındadır qardaş. 050 798 98 99 590 90 min manat. Bir dənə Razılaşma yeri də takip, var bir ha dənə qardaşım. Yenə də inşallah endirim olar.